Bugün sosyal medya bizim hayatımıza, bizim emosiyalarımıza təsir göstərir. Bunun müsbət tərəfləri də var, mənfi tərəfləri də var. Müsbət tərəf odur ki, biz dünyanın istənilən nöqtəsində baş verən informasiyadan qısa bir zamanda məlumatda oluruq. Yəni sosial media bizə kifayət qədər informasiya verir və şübhəsiz ki, bu ifrat informasiyanın da yaratmış olduğu müəyyən problemlər olur ki, o problemlərdən biri də məhz psixoloji problemlərdir. İnformasiya bolluğu beynin yüklənməsinə, insanın əhvalının tez-tez dəyişməsinə, insanın özünü ətrafı ilə müqayisə etməsinə və s. bu kimi negativ hallara gətirib çıxara bilir. Çünki sosial medianın yaratmış olduğu ən böyük problemlərdən biri də fərqlərdir. Fərq deyərkən mən nəyi nəzərdə tuturam? İnsan sosial mediada özünü başqaları ilə müqayisə edir və bu müqayisədə ya sevinir, ya da kədərlənir. Çünki heç kimə sir deyil ki, sosial mediada bəzən insan daha çox ideal mənindən çıxış edir. Daha çox real mənindən yox və bu da biz görürük ki, adi şəkil çəkəndə müəyyən effektlər verir, getdiyi ən gözəl yerləri çəkir. Yəni bu da ona baxan insanlarda bir müqayisə effektini yaradır və müqayisə edəndə də insan dediyim kimi ya kədərlənir, ya da sevinir. Ümumiyyətlə, bu təsirə az məruz qalmaq üçün nə etmək lazımdır? Burada vacib məqam zamana diqqət etmək lazımdır. Yəni, insan çalışmalıdır ki, sosial mediadan lazım olanda istifadə etsin. Boş vaxtını sosial media ilə, belə deyək, doldurmasın. Bu həm uşaq, yeniyetmə, böyüklərə də aiddir. Çünki biz görürük ki, bəlli bir müddət sosial mediada zaman keçirəndə insan özünü narahat hiss edir. Emosiyaları oynayır. İkinci bir məqam, sosial media çox vaxt həqiqəti ifadə etmir. Buna da diqqət eləmək lazımdır ki, yəni sosial media hər zaman həqiqəti ifadə etmir. Kiminsə maraqlarını ifadə edə bilər, kiminsə belə deyək də hekayəsini belə götürəndə ifadə edə bilər. Üçüncü vacib bir məqam, biz real ünsiyyətə daha çox üstünlük verməliyik və bugün biz bunun nə qədər vacib olduğunun bir daha şahidi oluruq. Çünki canlı ünsiyyətdə emosiya var və iki tərəfli var. Ona görə də real ünsiyyətə daha çox diqqət ayırmalıyıq və bir şeyi də unutmamalıyıq. Sosial media həyatın özü deyil, bir vasitədir. Həyatın özü daha maraqlıdır.